Mənim ustadım Asif ata, o da bir tam başqa bir maraqlı adam idi. Onda qüsurlar var idi, amma ondan mən çox şeylər öyrənmişim. Bir dəfə belə yarı depressiv hala düşmüşdüm, gənc idim də, hər şey məni sıxırdı. Pulsuzluq falan, perspektivsizlik. Mənə belə bir söz dedi, belə kəndçi, şəhərdə yaşayırdı, amma kəndçiliyi nəmiş saxlamışdı belə. Bir də oğlum, gördün ki, yoruldun, külüngüyü qoy yerə, belə alnını sil, dincəl, sonra külüngüyü yeni götürərsin. Bir dənə belə sadə bir cümlə mənim illərdə ağlımdan çıxmır. Mənə fəlsəfi formul vermədi, hansısa bir filosofdan sitat gətirmədi. Belə bir epizodik belə əli ilə də göstərdi ki, belə külüngüyü qoya, yəni sən Fərhadsan, unutma. Sən işləyəcəksən, gözəl işlər görməyə çalışacaqsan. Yorulanda bunu depressiyaya bağlama, yorulanda yat dincəl. Qalx yenə başla işləməyə, işin səni gözləyir. Necə müdrikcəsinə bir şey. Adamlar yorulanda yorulmağın səbəbini də bilmir. Başlayır, yəni sən yorulmuşsan, dincəl sadəcə olaraq. Yayma inan bu deyək. Yox, mütləq bu dəqiqə səbəbidir. Saat 1-dir, yorulmuşsan sən artıq. İnsan balası bu vaxta kimi qalmaz oyaq. Saat 10-da 11-də yatmağa adət edin. Yuxunu sevin. İşi sevirsinizsə, yuxunu da sevin. Adamlar sevmirlər, nə yuxunu sevmirlər, nə işi sevmirlər. Heç nəyə də vaxt daha yoxdur. Nəysə.